Ölüm hər bir insanın gözləmədiyi bir qonaqdır. Hansı ki, sən hansısa bir əzizin, tanışın, çox sevdiyin bir insan sənə xəbər verəndə ki, sən o evinə qonaq gələcəksən, yəni o sənin evə qonaq gələcək, sən əvvəlcən hazırlığı görürsən. Yeməyi pişirirsən, düşürürsən, onu nəzərə alırsan. Və nə desən, vaxtını bildiyin qonağa hazırlaşdığın kimi də, eləcə də vaxtını bilmədiyin ölüm olan qonaqla da özür hazırlaşmalısan. Əgər sən əzizin qonaq üçün yemək, içmək hazırlayırsansa, eləcə də xəbərin olmayan, xəbərsiz gələn ölüm üçünsə sən öz salih əməllərinin hazırlığı görməlisən. Ona görə hər bir nəfs ölümü dadacaqdır. Allah Subhanahu Quran-ı Kərimdə buyurur ki, kullu nəfsin zəiqatil maut. Hər bir canlı ölümü dadacaqdır. Yəni ölüm təkcə insanlar və cinlər üçün deyildir. Ölüm Allah Subhanahu Taala'nın xəlq elədiyi bütün canlı məxluqatları ölümü dadacaqdır. Hətta qiyamət günü ölüm mələyinə belə Allah Subhanahu Taala əmr edəcək ki, öz canını al. O da belə ölümü dadacaqdır. Yəni ölümü hər bir canlı, hər bir məxluq dadacaqdır. Başqa ayədə Allah Taala buyurur ki: وَمَا كَانَتْ لِنَفْسٍ أَنْ تَمُوتَ إِلَّا بِإِذْنِ اللَّهِ كِتَابًا مُؤَجَّلًا وَمَنْ يُرِدْ ثَوَابَ الدُّنْيَا نُؤْتِهِ مِنْهَا وَمَنْ يُرِدْ ثَوَابَ الْآخِرَةِ نُؤْتِهِ مِنْهَا وَسَنَجْزِي الشَّاكِرِينَ. Allah Taala buyurur ki, hər bir nəfs Allahın izni ilə ona məhdud bir əcəli bitdikdən sonra öləcəkdir. Çünki hər bir məxluq, xüsusən də Adəm övladı, biz ana bətində 4 aylığımızda olanda Allah Subhanahu Taala mələk göndərir və mələk ruh üfürür və bizə alnımıza 4 şey yazır. Onlardan biri də bizim əcəlimizdir. Və bizim əcəlimiz bitmədən bizə ölüm yoxdur. Hətta ən ani bir an olsa belə bizə ölüm yazılmışsa biz ölməyəcəyik. Ona görə görürsən ki, bəzi insanlar müəyyən hadisələrdə görürsən ki, hadisə düz qulağının dibində olur. Ağac aşır, maşın aşır və ya da ki, bir tük məsafəsindən bunun yanından keçir və deyir, subhanallah, bir tük qalmış, yoxsa öləcəkdim. Bəli, o bir tük elə səbəb edir ki, sən ölməyəsən, çünki sənin əcəlin tamamlanmayıb. Əcəl tamamlıqdan sonra isə insan təbii ki, ölümə məhkum olur.